Deməli, hal-hazırda bax bizə məxsus olan bu evlə kranın qurğuları və kranın özü, yəni yaxın məsafədə işləyir. Ona görə mən bu videonu əlimdə əsas olmaq üçün çəkib qeyd eləyirəm. Hələ ki bu qədər hörmətli dinləyicilər, burada da bizim qonşunu artıq yola salıblar. Öz həyətimizdən çəkirəm bunu. Просто o qonşudur da, tikilisinin zadında uçururlar. Yəni bizim evimiz təhlükə qarşısında olduğuna görə bunu mən video alıb çəkirəm. Hörmətli dinləyicilər, indi də yenə bizə məxsus olan həyətdən mən çıxıram. Bu da bizə məxsus qonşumuzdur da. Bizə məxsus olan evin hasarının arxasında olan lap yaxın məsafədir. Bunları indi razı salıb, yola salıblar, razı yola salıblar. Qalmışıq indi və bizlər belə bu şəkildə. Xahiş edirəm, münasibət bildirəsiniz.